Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bir daha mübarək Rəzəb ayının gəlişi münasibəti ilə sizlərə təbrik deyirik və Allah təbarək və tealadan diləyirik ki, bizə tövfiq versin və bizim əlimizdən tutsun ta bu gözəl aydan maksimum istifadə edə bilək. Biz istəyirik Allahın izni ilə bugündən etibarən Rəcəb ayında bizə gəlib çatan o dualar ki var, o duaları şərh edək və xüsusilə etiqadi nöqtələrə toxunaq ki, dua oxuyanda diqqət eləyək. Sadəcə oxumaq, deyək, həvəsi ilə, nə bilim, savab qazanmaq niyyəti ilə bu işi görməyək. Məzmunlarına diqqət eləyək. Duaların məzmunları çox önəmlidir. İnsan nə qədər çox diqqət eləsə, bir o qədər inkişaf eləyər. Çünki Allah təbarək və teala'ya bəndəçilik iki cür mümkündür. Bir, əməl etmək, iki, mərifətdir, Allahı tanımaqdır. Əslində, Allahı tanımaqla edilən əməl üstündür. Və bu barədə biz dəfələrlə danışmışıq, istəmirik bu mövzuya, yəni yenidən qaydaq. İlk izah edəcəyimiz dua ya mən ərcuhu likulli xayrin duasıdır. Bu duada tövhid yatır. Bu duada həqiqətən insan düşünəndə və bu dua üzərində tədəbbür edəndə görür ki, nə qədər dəqiq və nə qədər zəngin maariflər var. Və insan əgər istəyirsə ilahi rəhməti cəlb eləsin və Allahın rəhmətinə qovuşsun, yolu budur. Bu dua, diqqət eləsəz siz, görərsiniz ki, bu dua iki hissədən ibarətdir. Birinci hissədə 4 dənə çağırış var, Allahı çağırırıq və daha sonra 3 dənə istəyimiz var. İkinci hissədə də 3 dənə təqribən çağırış var və bir dənə də Allahdan istəyimiz var. Bu nidalar, çağırışlar önəmlidir. Və inşallah bir-bir bunlara toxunacaq. Əslində bu dua nə deməkdir? Bu çağırışlar nədir? Nidalar barəsində mən qısa izah vereyim. Baxın, bu çağırışlar ötən çəkilişimizdə də işarə etdik. Bu çağırışlar əslində Allahın o rəhmətinə özünü şamil etməkdir. Yəni, o dualar, o çağırışları etməklə insan Allahın rəhmətini cəlb edir. Və səbəb olur ki, Allahın rəhməti insana aid olsun. Ki, özünüzdə görəcəksiniz. 4 dənə burada nida ki var. İnşallah mən o nidaları bir-bir oxuyum. Daha sonra izah verərik. Birinci hissə ki, biz o duada deyirik, ya mən ərcuhu likulli xayr. Ey, bütün xeyirdə ümid bəslədiyim kəs. Bu birinci nidamızdır. Və əmənu səxatəhu ində kulli şər. Ey, bütün pisliklərimə rəğmən ona sığındığım, amanda qaldığım kəs. Yəni, mən pislik edirəm, amma yenə də buna baxmayaraq sığındığım kəs sənsən. Amanda qaldığım şəxs, varlıq sənsən. Ya mən yu'til kəthira bil qəlil. Ey, azın müqabilində çox əta edən kəs. Ya mən yu'ti mən səələ. Ey, ondan istəyənə əta edən şəxs. Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifhu. Və ey, ondan istəmədiyi halda əta edən şəxs. Yəni, bəziləri heç Allahdan istəmirəm, Allah yenə də əta eləyir, izah verəcək. Bu 4 dənə nidadır. Baxın, əslində toxunacaq burada biz bu sözləri deməklə Allahın rəhmətini cəlb edirik. Necə ki, Qədir gecəsində Allahın rəhməti enir, vasitələr var da Allahın rəhmətini endirmə vasitələri bu sözləri dilə gətirməklə Allahın rəhməti enir. Baxın, daha sonra keçirik istəyə ki, inşallah toxunacaq. Bir-bir bu nidalar barəsində, çağırışlar barəsində danışaq. Baxın, əslində burada 4 dənə vasitəyə işarədir. Yəni, biz müxtəlif yollarla
bəzi məkan var, deyək ki, xüsusi halda Allahın rəhməti nazil olur, səcdə halında, ya namaz halında, ya deyək ki, həcdə olanda, ya xüsusi bir gündə. Bunlar hamısı Allahın rəhmətini indirir. Və o rəhməti indirən şeylərdən bəziləri də bunlardır ki, bu duada gəlib ki, biz bunu sözləri deməklə və bu etiqadda, düşüncədə olmaqla Allahın rəhməti bizə nazil olur, şamil olur. Etiqad önəmlidir. Dildə sadəcə deməklə yox. Bəli, dildə zikri demək gözəldir. İnsan deyə özünə o qədər bunu deyə ki, adət elətdirir özünü. Lakin önəmli o diqqətdir. Baxın, 4 dənə burada əslində o rəhmətin nazil olma məsələsini işarə edir. Birinci, ümid və sığınmaq. Əgər istəyiriksə Allahın rəhmətinə qərq olaq, ümidimiz olmalıdır ona və sığınmalıyıq. İkinci, əməldir. Əməlsiz mümkün deyil insan Allahın rəhmətinə qərq olsun. Üçüncü, istəkdir. Çağırmaq lazımdır Allahı. Və dördüncü də ehtiyacı bildirmək lazımdır. Bu 4 dənə nidadır. Elə ki, bu 4 dənəni biz dedik, yəni, mən yalnız sənə ümid bəsləyirəm və yalnız sənə sığınıram bütün pisliklərdən və yalnız sənə mən əməl edirəm, sənin üçün əməl edirəm və yalnız səni çağırıram və mənim ehtiyacımı ancaq sən ödəyə bilərsən. Bu sözləri demək Allahın rəhmətini insana nazil elətdirir. Bu, hamısı bunlar bir növ mənzildir insanı, yəni bir məqama çatır, ümid məqamı ki, insan yalnız Allaha ümid bəsləyir. Ya Allaha sığınmaq məqamı, əməl məqamı ki, inşallah toxunacaq. Bir bunlar barəsində danışarıq. Əlbəttə, təkcə bunlar deyil, yenə də deyirik, məsələn, biz baxanda insanın həyatında o qədər Allahın rəhməti insana şamil olur, müxtəlif vasitələrlə. Deyək ki, təqva Allahın rəhmətini insana şamil elətdirən şeylərdən biridir. Məsələn, Quran-ı Kərim buyurur, وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Əgər insanlar, bir kənd əhli, bir şəhər əhli iman gətirsəydilər və təqvalı olsaydılar, göylərin və yerin bərəkətlərini onların üzərinə asardıq. Bərəkat. Ya Allaha öz çarəsizliyini bildirmək. Əmmən yucibul muqtarra izə da'ah və yəkşifussu. Bütün bunlar Allahın rəhmətini insana, yəni indirir və insanı şamil olur. Məsələn, Ərəfə günündə, nə bilim, xüsusi bir vaxtlarda istiğfar edəndə və bunlar hamısı Allahın rəhmətini, yəni rəhmətinə şamil olmağa səbəb olan amillərdəndir. İndi isə gəlin bir bunlara izah verək. Əlbəttə, elə düşünürəm, vaxtımız az qalıb, inşallah növbəti çəkilişimizdə bu ümid mənzilinə işarə edəcəyik. Ümid və sığınmaq ki, nə deməkdir ümumiyyətlə? Yəni, İnsan Allaha ümid bəsləməli, yalnız bunun mənası nədir, həqiqəti nədir? Və biz görəcəyik ki, nə qədər ki, bu inanc bizdə olmayıb, biz bu tövhidə çatmamışıq, yəni biz məhrumuq tövhiddən, həqiqi tövhid əhli deyilik. Əlbəttə, müsəlman olmaq üçün Allahın varlığını, təkliyini qəbul etmək kifayət edir, Həzrət Peyğəmbər və digər məsələlər. Lakin, əgər istəyirik, həqiqi tövhid əhli olaq, və Allahın mərhəməti bizə şamil olsun, gərək bu inanc bizdə olsun. İnşallah növbəti çəkilişimizdə bu məsələlərə toxunarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.